Burada oturan hər bir insanın gələcəyi necə olacaq? Keçmişinə bax. Keçmişdə elədiyimiz əməllər gələcəyimizi formalaşdıracaq. İndi keçmişdə mən xətalar eləmişəm, günahlar eləmişəm, vay gələcəyim batdı mənim, belə gedişdir. Tövbə bu şansdır ki, gəl, danışaq, dəyişək. Cəmaat elə bilir ki, din adamı qaydalarla yükləyir. Cəmaatın dinlə problemi burada yaranır. Bəşəriyyətin bugün problemi bu deyil, Allah var ya yoxdur. Ona görə Allah Quranda özünü çox sübut eləmir, fikir verin. Dəlillər gətirir, Allah var, filan filan. Bu mövzuya qısa toxunur, bəzi əlamətlər sayır. Bu təbii bir şeydir. İnsan Allaha inanmalıdır. Problem bilirsiniz nədir? O Allahla düz münasibət qurmaq. Problem bundadır. Hamımız bilirik ki, bax, günahda filan işlər, hə? Bilirik. Amma bir dənə sual verim. O qədər dərindən ki, lazımdır günahın ziyanını, zərərini, pisliyini başa düşmüşük. Demez bizə nədən olmalıdır? Bugün günah eləməmişəm. Əleyhissalam deyir ki, bugün bayramdır sənin. Bayram nədir? Şadlama. Heç buna görə sevinir. Heç bunun hayındayıq biz. 50 il yaşayıb, 60 il yaşayıb, başa düşür ki, dünya mənim yerim deyil. Hələ onu başa düşür. Başa düşür ki, dünya mənim yerim deyil. Allah insan adlı varlıq yaradır. Deyir ki, bu dünya sən ənvə dardır. Sən ancaq mənlə eşqbazlıqda aram olursan. Sən ancaq mənlə ünsiyyətdə aram olursan. Səni özüm üçün yaratmışam, özüm üçün xəlq eləmişəm. Sən mənlə olmasan, cənnət də bezdirərsən. Sən cənnətdə darıxarsan. Cənnəti cənnət eləyən əbədi varlıqla təmaslı olmağındır. Onun meyvəsinə də, bağına da ləzzəti qatan odur. Sən binəhayət, sonsuz bir varlıqla təmasdasan, kontaktdasan. Sənin ruhun, bütün zövqi, şövqi, ləzzəti bundadır. Sən onun görüşü üçün yaranmısan. Sən dünyada da o ilə ünsiyyətdən aldığın ləzzəti heç nədən ala bilməzsən. Biz dünyaya gəlməmişik əxlaqlı olaq. Biz gəlmişik Allahla əlaqə yaradaq. Allahla insan münasibətinin əsasını əmr təşkil eləyir, itayət təşkil eləyir. Günah mövzusu gəlir ortaya. Bəndə Mövla münasibətinin mahiyyəti budur. Səninlə yaxşı iş arasında Allahın əmri dayanmalıdır. Bir niyə görə? Çünki sən əmrlə iş görməsən, içində təkəbbür düzələcək. Təkəbbür çoxaldıqca sən xoşbəxt ola bilməyəcəksən. Baş üstə ki deyirsən ha, o baş üstə deməklə içində olan o təkəbbür qırılır. Sən xoşbəxtlik prosesin budur. Kərbəlada neçə nəfər narahat olub, qorxub ki, onu azad qoyarlar, deyərlər azadsan. Aşura gecəsi İmam Hüseyin onlara dedi ki, azadsız biz necə ağladılar? Dedilər, ağa sizi hara qoyub gedək biz? Havadan necə nəfəs alaq siz olmayan fəzada? Nə olar bu əmri bizim üzərimizdən götürür?